Şüphesizdir ki bir gün həqiqət parıldayacaq, azadlıq əsaslı, Birləşmiş Millətlər prinsipiyle və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istiqlal zülmü altında inləyən əziz vətənimizdə 1918-ci il 28 Mart günü yenidən doğacaqdır. Buna qəti şübhə etməyin, əziz vətəndaşlar. Üçrəngi istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir. 28 may İstiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişilə dilə gətirir. Sən bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Bugün 28 may Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması günüdür. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cumhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cumhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hər tərəfli öyrənilir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti ölkəmizin çoxəsrlik, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın siyasi şuur səviyyəsinin, intellektual və mədəni potensialının yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cumhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cumhuriyyətə rəhbərlik etmiş şəxslərin Əlmardan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bugün möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Biz bu gündə Azərbaycan Xalq Cumhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cumhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Əziz vətəndaşlar, mən də Bərdə Regional Mədəniyyət İdarəsi, Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Məmmədova Ülviyə, həmin məktəbin instrumental ansamblı ilə birlikdə sizləri 28 may Respublika günü münasibəti ilə ürəkdən təbrik edir və bütün həmvətənlərimə sağlam can arzulayıram. Bayramınız mübarək olsun.